Tamamlıq. Tamamlıq nəyə deyilir? Əşya məzmunu bildirir. Adlıq və yiyəli çarlarından başqa, adlıq və yiyəli çarlarından başqa qalan bütün hallarda işlənən sözlər tamamlıqdır. Tamamlığın sualları kimi, nəyi, haranı, nə, kimə, nəyə, kimdə, nədə, kimdən, nədə, kim ilə, nə ilə. Bunlar orada tamamlığın sualları. Tamamlıq və digər cümlə üzvləri kimi qurulursa sadə və mürəkkəb olur. Sadə tamamlıq nitq səsləri, yəni bir sözdən ibarət olur. Məsəl üçün, kitaba toxundum. Nəyə toxundum? Kitaba toxundum. Bu sadə tamamlığıdır kitaba. Və yaxud rəisi iclasa çağırdılar. İclasa çağırdılar. Kimi iclasa çağırdılar? Rəisi. Bu da oldu sadə tamamlıq. Mürəkkəb tamamlıqlar söz birləşməsi ifadə olunur. Məsəl üçün, dərs oxumağa çox həvəsim var. Nəyə çox həvəsim var? Dərs oxumağa. Məsəl üçün, sinif rəhbərliyi direktor çağırdı. Kimi direktor çağırdı? Sinif rəhbərini. Bu da oldu mürəkkəb tamamlıq. Tamamlıq da o bir cümlə üzvləri kimi müxtəlif ifadə vasitələri var. Hansılardır ifadə vasitələri? Birinci gəlir isimlə ifadə olmuş tamamlıq. Sonra isimləşmiş sifətli ifadə olmuş tamamlıq. İsimləşmiş sayılı ifadə olmuş tamamlıq. Əvəzliklərdən şəxs əvəzliyi, qeyri-müəyyən əvəzliyi, qeyri-müəyyən. Bir də təyin üzv istəyirəm. Təyin əvəzliklərdən bir dənə öz əvəzliyi. Bunlar cümlədə tamamlıq olur. Sual əvəzliklərdə cümlədə bəziləri sual əvəzlikləri cümlədə tamamlıq olur. Sonra gəlir məsdər tərkibi. Cümlədə tamamlıq olur. Məsdər və məsdər tərkibi. Feili sifət və ya feili sifət tərkibi isimləşmiş olanda cümlədə tamamlıq olur. 2 və 3-cü növlər cümlədə tamamlıq olur. Bir də mürəkkəb adlar da cümlədə tamamlıq olur. Həmçinin zərf də cümlədə tamamlıq olur, zərf. Məsəl üçün, hamısına aid bunu deyəcəm. Diqqətlə qulaq asın uşaqlar. Birinci gəldi, deməli, isimlə ifadə olunmuş tamamlıq. Məsəl üçün, kitaba baxıram. Nəyə baxıram? Kitaba baxıram. Bu, isimlə ifadə olunur tamamlıq. Sonra gəlir, isimləşmiş sifətlər. Qocaya hörmət etdik. Kimə hörmət etdik? Qocaya və ya qocanı çağırırlar. Kimi? Qocanı. Deməli, qocaya hörmət etdik. Sonra isimləşmiş sayı. Birinciləri son zəngə çağırırlar. Kimi? Birinciləri çağırırlar. Bu da oldu isimləşmiş sayı. Sonra şəxs əvəzlikləri səni soruşurlar. Kimi soruşurlar? Səni soruşurlar. Qeyri-müəyyən əvəzlik, hamıya hörmətimiz var. Kimə hörmətimiz var? Hamıya hörmətimiz var. Kimə? Hamıya. Sonra təyin əvəzliklərini öz əvəzlik. Özünə deyilən bu sözü. Kimə deyil? Özünə deyil. Bu da deməli tamamlıqdır. Sonra sual əvəzliklərindən məsələn kimi çağırırlar və ya kimə nə deyirlər sual əvəzlik. Nəyi soruşurlar? Yenə nəyi sual əvəzlikdir? Sonra dedik ki, məsdər və məsdər tərkibi cümlədə tamamlıq olur. Məsəl üçün, məsdər və məsdər tərkibi. Məsdər, məsəl üçün, oxumağa həvəs var. Nəyə həvəs var? Oxumağa. Bu, məsdər gedir. Oxumağa həvəs var.
Biləcəklik dərs oxumağa həvəs var. Bu orada məsləhət təşkil. Qabağına söz gəldi. Sonra gəlir feili söz və ya feili sifət tərkibi. Gedəni bağışlamazlar. Kimi bağışlamazlar? Gedəni bağışlamazlar. Bu feili sifət. Biləcək ki, dəstdən gələnə deyək ki, test verdilər. Kimə test verdilər? Dəstdən gələnə. Bu da feili sifət tərkibi. Dəstdən gələnə, gedəni isə ancaq feili sifət. İkinci növ, deyək ki, uşaq çarpayısını yığışdırdım. Nəyi yığışdırdım? Uşaq çarpayısını yığışdırdım. Çarpayısını. Bu ikinci növ, kitabın müəllifini tərtib etdilər. Kimi tərtib etdilər? Kitabın müəllifini. Bu da üçüncü növdə ifadə olunur. Mürəkkəb ad, məsəl üçün, Nizami Gəncəviyə rəğbətimiz var. Nizami Gəncəviyə rəğbətimiz var. Kimə? Nizami Gəncəviyə. Yəni, bilirsiniz ki, Azərbaycan şairdir. Bir də zərf. O da zərfdə necə olur? İsmin sualına cavab verəndə tamamlıq olur. Məsələn, yuxarılara sözümüzü deyə bilməliyik. Kimə sözümüzü deyə bilməliyik? Yuxarılara, yəni iclasdaşlara bir formada işlənə bilər. Tamamlığa aid diqqətlə baxırıq. İndi vasitələr və vasitəsi tamamlığı izah edəcəyik. Deməli, tamamlıqlar iki yerə bölünür. Vasitəli və vasitəsiz tamamlıqlar. Diqqətlə baxırıq. Vasitəli tamamlıqlar ismin yönlük, yerlik və çıxışı qablarında işlənir və suallar da ki, kimə, nəyə, kimdən nəzər, kimdən nədən, kiminə nəyisi. Məsəl üçün, sənə sözüm var, kimə sözüm var? Sənə sözüm var. Bu vasitəli tamamlıqdır. Kitabda nağıl var. Nədən nağıl var? Kitabda nağıl var. Vasitəli tamamlıqdır. Uşaqdan dərsin yerini soruşdum. Kimdən dərsin yerini soruşdum? Uşaqdan. Bunlar vasitəli tamamlıq. Məsələn, o dostu ilə getdi. Dostu ilə getdi. O kimlə getdi? Dostu ilə. Vasitəli tamamlıq. Vasitəsiz tamamlıq isə ismin təhsil şartı olur. Nəyi, kimi, haranı və nə sualını salır və vasitəsiz tamamlıq iki yerə bölünür. Müəyyənlik və qeyri-müəyyənlik. Müəyyənlik bilən vasitəsiz tamamlığın sualları kimi, nəyi, haranı. Müəyyən təhsil şartı işlədir. Məsələn, uşağı çağır, kimi çağır? Uşağı çağır, müəyyənlik. Bakını gəz, haranı gəz. Bakını gəz, müəyyənlik. Kitabı gətir, nəyi gətir? Kitabı gətir, müəyyənlik. Hamısı müəyyənlikdir. Qeyri-müəyyənlik isə nə sualına cavab verir? Qeyri-müəyyən təhsil şartı olur. O, kitab oxuyur. Bəzi tələbələrimiz o kitab oxuyur. Kitab sözünü burada deyək ki, azıqal götürür. Xeyr, xəbərin yanında gələrsə və ır şəkilcisi arzularsa, deməli, bu təhsil şartı olur və müəyyənlik vasitələri tamamlıq olur. Yox, əgər ır şəkilcisi qəbul etməsə, o kitab oxuyur. Qeyri-müəyyənlik vasitəsiz tamamlıq olur. Suallar uşaqlar. Bu qədər.